Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bəzi insanlar sanki pulu özünə magnet kimi cəlb edir. Bunun səbəblərindən biri də bürclərin xarakter xüsusiyyətləridir. Düzgün qərarlar vermək, riskləri hesablaya bilmək və fürsətləri vaxtında dəyərləndirmək maddi uğurun əsas amillərindəndir. Astrologiyaya görə bəzi bürclər bu xüsusiyyətlərə digərlərindən daha çox sahibdir. Metbat az pulu cəlb etmək bacarığı ilə seçilən 5 bürcü təqdim edir. Buğa bürcü maliyyə məsələlərində son dərəcə ehtiyatlı və planlı davranır. Onlar qazandıqları pulu asanlıqla xərcləmir, gələcəyi düşünərək yığım etməyə üstünlük verirlər. Səbirli xarakterləri sayəsində uzun müddətli qazanc əldə etməyi bacarırlar. Məhz bu xüsusiyyətlər onları maddi baxımdan uğurlu insanlar sırasına çıxarır. Oğlaqlar zəhmətkeşliyi və məsuliyyət hissi ilə tanınırlar. Onlar uğur qazanmaq üçün uzun illər çalışmaqdan çəkinmirlər. Karyera yüksəlişi və maliyyə sabitliyi oğlaqlar üçün əsas hədəflərdəndir. Bu səbəbdən çox vaxt böyük gəlir əldə edən insanlar arasında oğlaq bürcünə rast gəlinir. Çirşir bürcü liderlik qabiliyyəti və özünə inamı ilə diqqət çəkir. Onlar böyük layihələrə qoşulmaqdan və məsuliyyət götürməkdən çəkinmirlər. Riskləri düzgün qiymətləndirdikdə əhəmiyyətli maliyyə uğurları qazana bilirlər. Xarizmaları isə onlara yeni imkanların qapısını açır. Əqrəblər güclü intuisiya və analitik düşüncə tərzinə malik olurlar. Onlar maliyyə məsələlərində tələsik qərarlar verməyi sevmirlər. Fürsətləri diqqətlə analiz edərək doğru zamanda hərəkət etməyi bacarırlar. Bu xüsusiyyətləri sayəsində gəlirli investisiyalar və uğurlu biznes qərarları verə bilirlər. Qız bürcü detallara diqqət yetirməsi və intizamlı olması ilə seçilir. Onlar maliyyə planlamasını dəqiq şəkildə qurmağa çalışırlar. Lazımsız xərclərdən qaçaraq büdcələrini ağılla idarə edirlər. Məhz bu yanaşma onlara zamanla möhkəm maddi vəziyyət formalaşdırmağı kömək edir.